Azərbaycan xalqı qürurlu tarixlə yanaşı faciə və soyqırımlara da şahidlik edib. 20-ci əsrin ən dəhşətli səhifələrindən biri isə 1918-ci ilin mart-aprel aylarında erməni daşnaqlarının törətdiyi qətliamdır. 1917-ci il oktyabr çevrilişindən sonra ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa cəhd etdilər. 1917-ci ilin dekabrından 1918-ci ilin mart ayına qədər Andranikin rəhbərliyi altında erməni qoşun hissələrinin fəal iştirakı ilə İrəvan qəzasında 32, Eçmiyədzin qəzasında 84, Norbəyazit qəzasında 7 kənd, ümumilikdə 197 kənd dağıdıldı. Sakinlərin bir qismi qətlə yetirildi. Əsrlər boyu Azərbaycan torpaqlarında böyük Ermənistan yaratmaq hülyası ilə yaşayan erməni millətçiləri üçün fürsət 1917-ci il fevral və oktyabr inqilabından sonra yarandı. Belə ki, 1917-ci il oktyabr ayında Rusiyada baş vermiş sosializm inqilabından sonra Şaumyanın rəhbərliyi ilə Bakı Soveti artıq Azərbaycanda Sovet hökumətinin qurulmasını elan etdi. 31 mart 1918-ci ildə Bakıdan başlayan qırğınlar Şamaxı, Quba, Göyçay, Cavad, Lənkəran, Naxçıvan, İrəvan bölgələrində də davam etdirilmişdir. Erməni silahlıları Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Gəncədə minlərlə azərbaycanlını qətlə yetirdi. Tarixi mədəni abidələri yerlə yeksan etdi. 1918-ci ildə Quba rayonunun Digah kəndi ərazisində Şimi dərə adlandırdığı bir dərədə, indi onu sonradan Qanlı dərə kimi adlandırdılar. Silahlanmış erməni ordusu Qubanın üzərinə hücuma keçmişdi. O vaxtki döyüşlərdə o müharibə şahidlərinin sözlərinə görə erməni ordusu heç bir haqq, hüquq bilmədən əliyalın cəmaatı pis vəziyyətdə talan edir, onlara qarşı zor tətbiq edirdi. Qubada evlərə soxularaq ermənilər qadın, uşaq, yaşlı bilməyərək qətlə yetirmişlər və hətta fərəhlənirdilər ki, biz silah, güllə az işlədirik. Biz onları xəncərlə doğrayırdılar və işgəncə verərək qulaqlarını kəsirdilər, burunlarını kəsirdilər. Bu cür vəhşiliklərlə üzləşmişdi xalqımız digər yerdə olduğu kimi. Çünki artıq Bakıda, Şamaxıda bu vəhşilikləri törədilmişdi və Quba əhalisi bu haqda məlumatlı idi. 1918-ci ilin martında yalnız Bakıda 15 mindən çox günahsız müsəlman amansızca öldürüldü. Quba qəzasında 162 kənd dağıdıldı. 27 kənd əhalisi ilə birlikdə yandırıldı. Erməni millətçilərinin törətdiyi bu soyqırımı zamanı 30 minə yaxın insan öldürüldü. Bəli, bu hadisələr hamımızın bildiyimiz kimi 18-ci ilin martından başladı və may ayının 9-una qədər ən güclü soyqırım olan gün Quba rayonunda may ayının 9-u oldu. O vaxta qədər bəzi yerlərdə Respublikamızın Bakıdan tutmuş başqa rayonlarında da bu hadisələr törənirdi. Artıq o düşmən Şaumyanın rəhbərliyi altında bu işlər görülürdü. Əhalini, xalqı milliyyətindən, dinindən asılı olmayaraq qırmağa başladılar. Və onların əksəriyyətinin, o ölülərin, o meyitlərin hara getməyini, harada itməyini bəlkə də heç kim bilmirdi. Sən demə, Quba rayonunda bir neçə yerdə quyular qazılır, o millət, o xalq, orada Azərlər var idi, Yahudilər var idi, Ruslar var idi, Tatlar var idi, Malakanlar var idi, Ləzgilər və s. millətlər, Quba rayonunda yaşayan millətlər. Bu insanlar artıq bunların əli ilə, düşmənlərin əli ilə öldürülürdü, bastırılırdı, diri-diri quyulara bastırılırdı. Qubada təsadüf nəticəsində tapılan o quyuda çoxlu sümüklər tapıldı. Millətlərin, kimlərin olması Elmlər Akademiyası tərəfindən aydınlaşdırıldı, bilindi. Hansı millətlərin nümayəndələri orada deməli bastırılır. Eyni zamanda sözsüz ki, burada Yahudi xalqı da yan keçməyib, Yahudi xalqının da üzvləri o ölülərin içərisində olmuşdur.
Allah Teala o ölənlərə min rəhmət eləsin. Sözsüz ki, bu yaddan çıxılası bir şey deyil. Prezidentimizə Allah Teala can sağlığı versin ki, belə bir şəraiti, belə bir görkəmi yaratdı ki, dünyanın hər bir ölkəsindən, bilirsiniz ki, Qubaya olduqca çoxlu turistlər gəlirlər. Dünyanın hər yerindən. Hər yerindən gələn o turistlər mütləq bu kompleksə gəlir, dəhşəti görür və gedib hardasa oralarda, xarici ölkələrdə bu barədə danışırlar. Kompleksimizin fəaliyyəti əsas yönəlib tanıtım və təbliğat işinə. Belə ki, 1918-ci il soyqırım hadisələrinə həsr olunmuş müxtəlif seminarlar, simpoziumlar, konferanslar keçirilir. Bugünə qədər kompleksi 1 milyondan çox ziyarətçi ziyarət edibdir və onların içərisindən 200 mindən çoxu xarici vətəndaşlardır. Sovet dövründə bu həqiqət gizlədilsə də, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra tariximizin qaranlıq səhifələri üzə çıxmağa başladı. Quba məzarlığında ermənilərin 1918-ci ildə qətlə yetirdiyi 400-dən çox insanın qalıqları tapıldı. Ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanı ilə bu soyqırımına siyasi hüquqi qiymət verildi və 31 mart Azərbaycanlıların soyqırımı günü elan olundu. Prezident İlham Əliyevin 2018-ci il yanvarın 18-də imzaladığı sərəncamla 1918-ci il soyqırımının 100 illiyi qeyd edildi. 2020-ci ilin sonlarında Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti və iradəsi nəticəsində Azərbaycan dövlətinin hərbi siyasi tarixinin şanlı səhifəsi yazıldı. Böyük qürur hissi ilə deyə bilərik ki, Vətən müharibəsi zamanı Azərbaycan ordusu Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Ermənistan silahlı qüvvələrini darmadağın etdi. Bu zəfərin davamı olaraq 2023-cü ilin sentyabr ayında həyata keçirilən lokal tipli antiterror əməliyyatı Azərbaycan dövlətinin inamlı qələbəsi ilə başa çatdı. Bu qələbə Azərbaycan xalqının özünə inamını geri qaytardı. Xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi. Ordumuz qazandığı tarixi zəfərlə erməni soyqırımına məruz qalan günahsız soydaşlarımızın qisasını aldı.